Keçər elətdir, azam bir an çıxdı, keçər eləyəcək. Eləyəcək. Həkim deyək ki, Cavan uşaqdır, indi əməliyyata düşmək bu yaşda asan deyil, biraz utanır, çəkinir. Amma keçəl olub əməliyyat olacaq, ona görə biraz şeydir. Bax, uşağın komaya düşəndə vəziyyətləridir, baxın. Evdə baxın, bu vəziyyətlər yaşanır. hər gün belə. Bax, bu oğlandır. İndi çox yerlərə gedəndə elə bilirlər ki, mən onlardan ancaq pul istəyirəm. Yəni, mən özüm birinci edirəm, amma 200 manat məndən. Birinci pul məndən. Elə bir nələ çatmırdı? 4000 manat. 4000 belə. 200 manat məndən, 3800 qaldı. 3800-ü də Allah razı olsun. bir 3000-4000 adamdan istəyirəm. Ha, özüm 200 verirəm, sizdən istədiyim sadəcə 200 manatdır bu uşaq üçün. Allah kömək olsun. Yəni, birinci mən verirəm, sonra sizdən istəyirəm. Ramazan ayında siz bu işi bacarsanız sizə halal olsun. Hərəvizin heç çox yox, 3 manat, 5 manat pulu lazımdır. Pulun və ola 50 manat göndər. Cabra, damı cabra. Daha gəlmir, cabra. Cabra. Damar budur. Açıq beyin əməliyyatı olmaz. Açıq beyin əməliyyatı olacaq, bu damar götürüləcək. Bəli, ondan sonra... Sənin neçə yaşın var? 16 olmalı. Hərəviz 1 manat, 3 manat, ən aşağısı uşaqlar. Yəni 1 manat əsirgəməyin. Nə göndərsəz, Allah razı olsun, Allah qəbul etsin, Ramazan ayıdır. Bu hələ cavan oğlandır, 2 il sonra hələ əsirgə gedəcək. İnşallah. Əməliyyatı üçün çatmayan 3-4 mindir deyəsən, hə? Bəli. Yəni görüb keçməyin də, qəti şəkildə görüb keçməyin. Yəni mən durdum, gəldim Cəllabadın Sabirabad kəndinə, bu uşağı işıqlandırmağa görə. Qardaş, nə işlə məşğulsuz siz? Biz özümüz elə fəaliyyət edən, əşyasını edirik. Yəni kasıb bir ailədirlər. Bu uşağı əməliyyat etdirmək üçün kənd cəmaatı, ümumi hamı yığışıb 4000-5000 ortaya gətiriblər. Yəni indi bunu da bütün xalq görəcək. 3-4 minin acizi olmarıq yəqin ki. Onu da yığarıq, kömək eləyərik. İnşallah. Hər şey həll olar. Bax, bu oğlandır. Sizin 3 manat, 5 manatınızın sayəsində Allahın izni ilə bir həftə ərzində əməliyyat olacaq, yığılacaq o pul, təhvil verəcək inşallah. Sağ salamatda çıxacaq Allahın izni ilə. Şəfa verən Allahdır.